Salam, hörmətli beşincilər, gözəl balalar. Mən sizə bugün yenə də Riyaziyyat 5-ci sinif şagirdləri üçün səhifə 45-də olan bir neçə misallardan kömək eləyəcəyim. 45-də misallara baxaq görək nə deyilir. Birinci 45-də olan misalımız müqayisə eləməkdir. Ədədləri, kəsirləri müqayisə eləyin. Misal nömrə 5. Görək, misal nömrə 5. Səhifə 45-də nə deyilir? Baxaq. Müqayisə eləmək üçün biz öyrənmişik ki, kəsirlərin məxrəclərini bərabərləşdirməliyik. Amma burada görürük ki, uşaqlar qarışıq kəsirdir. Birincidə, A-da. Mən bunları özüm adlandırmışam, şərti qarışıq olmasın deyə. Siz yazmaya da bilərsiniz. Çünki kitabınızda bax, bu işarələr A, B, C, D, Y yoxdur. İstəsəniz yazarsınız da. Məncə müəllim ona görə irad tutmaz sizə. Ağıllı balalar. Deməli belə, qarışıq iki dənə kəsiri müqayisə eləməliyik. Baxırıq, axı bunun tamı 2 tamdır, bu 1 tamdır. Yəqin ki, bu yanında olan kəsirlərsə adi kəsirdir. Düzgün kəsirdir daha doğrusu. Düzgün olmayan kəsir olsa biraz da biz buna baxardıq. Amma görürük ki, buna baxmağa ehtiyac yoxdur. İkisi də eynidir, düzgün kəsirdir. Onda tamlara baxırıq. Tamları böyük olan kəsir böyükdür. O zaman tamı böyük olan kəsiri böyük qəbul eləyirəm ki, uşaqlar, yanındakı kəsirlər, tama bitişik olan, tama aid olan kəsirlər düzgün kəsirdir. Burada da düzgün kəsirdir. Ona görə tamı böyük olan böyükdür. B-ciyə baxıram. Burada da yenə də düzgün kəsirdir. 2-də 1 və 5-də 2. Tamı böyük olan kəsir 5 tamdır. Ona görə mən bu kəsiri 5 tam 2-də 1-i böyük götürdüm. Başqa yol da yoxdur. Budur. Böyük olan kəsir 5 tam 2-də 1-dir. Bura baxıram indi. Burada da yenə 2 dənə qarışıq kəsir. İkisinin də tamı eynidir. Bu zaman biz düzgün olmayan kəsirə çevirməliyik. Düzgün olmayan kəsirə çevirəcəyəm hər ikisini. Hər ikisinin deməli məxrəcləri dəymirik. Olduğu kimi qalır. 6, 5. Ona görə də məxrəcləri əvvəldən yazdım. İndi surətlərini tapıram. Birinci 1 tam 6-da 1 üçün. 1-i vururam 6-ya 6. Üstünə də 1 gəldirəm 7. 1-i vururam 5-ə 5. Üzərinə 2-ni əlavə eləyirəm 7. Deməli 1 tam 6-da 1-dən oldu 6-da 7. Bu da 5-də 7. Deməli, diqqətlə baxanda bəlkə mən nəyisə burada düz çevirmədim. Elə gələr sizə ki, hər ikisində 7 oldu. Məxrəclər isə fərqli oldu. Bu uşaqlar, bu kəsiri, bu yeni bir tərifdir. Siz hələ bunu keçməmisiniz. Məxrəclər bərabər olanda surətlər böyük olan böyük idi. Burada görürük ki, uşaqlar, məxrəclər yox, surətlər bərabərdir. Surətlər bərabər olanda məxrəci kiçik olan böyük olur. Ona görə də surətlər bərabərdir, məxrəci kiçik olan kəsir böyükdür. Bununla davam eləyirəm D-cilə. Yenə də hər ikisi 2 tamdır. Burada olduğu kimi yenə düzgün olmayan kəsirə çevirirəm. Deməli, ona görə də məxrəcləri yenə də olduğu kimi saxlayıram. 12, 10. 2-ni vururam 12-yə 24, üzərinə 5 gəldirəm 29. 2-ni vururam 10-a 20, üzərinə 7 gəldirəm 27. Burada məxrəclər də fərqlidir, surətlər də fərqlidir, düzgün olmayan 2 dənə kəsirdir. Bunları müqayisə üçün elə bir ədəd götürməliyəm ki, həm 12-yə, həm də 10-a bölünsün. Mən indi onu sizin yanınızda necə tapdırmışam, mən fikirləşib tapıram. Yəqin siz də bunu fikirləşməklə, bir məntiqlə bilərsiniz ki, 10-a ancaq axırı 0 olunanlar bölünür. Məsələn, 10, 12-yə bölünmür, 20, 12-yə bölünmür, 30, 40, 12-yə bölünmür, 50 də bölünmür, 60 bölünür. 60. Ona görə bu hər ikisini 60 eləyəcəyəm. 60. Bu da 60. Mən necə elədim ki, bəs bu onu neçəyə vurdum ki, 60 oldu? 6-ya. 12-ni isə 5-ə vurdum. 60 oldu.
İndi bu məxrəcləri belə tapdım. Onu mənə kömək elədi ki, sonu sıfırla qutaran ədəd olmalıdır. İndi surətləri. Surətləri də təkcə məxrəc vurulmur 5-ə. Surətlər də vurulur. 29-u 5-ə vururam. 30-u 5-ə vurub 5 çıxacam. İndi qoy olsun siz deyəndə 5 dənə 20, 20, 100, 5 dənə də 9, 5 dənə 9, 45, 145. 145. 27-ni 6-ya vurmaq üçün 20-ni vururam 6-ya. 120. Bu da 42. 120, o da 42, 162. İndi buradan görürük ki, sağ tərəfdəki kəsir, yəni onda 27 və yaxud da misalımızın əsl şərti 2,7 böyükdür. 145 isə 162-dən kiçik olduğundan kiçik götürdüm. Mən çox belə kobud yekə yazıram ki, ekranda aydın görünsün uşaqlar. Siz video baxanda dəqiq görəsiniz. Yenə də burada məxrəc tamlar bərabərdir. İndi mən bunu nə etməliyəm? Çevirməliyəm. Burada qoymuşam bunları uşaqlar. Bunları ona görə qoydum ki, bu xəttləri bununla düz gəlsin deyə. Bunları siz çəkməyin, lazım deyil. Burada tapdıq artıq ki, surətlər bərabər olduğundan kiçik məxrəci götürdüm böyük. Bunları çəkməyin. Siz bunu sürüşdürə bilərsiniz yuxarı. Yenə düzgün olmayan kəsirə çevirirəm. Məxrəcləri olduğu kimi qalır. 4, 5. Sonra bərabərləşdirəcəyəm məxrəcləri. 3-ü vururam 4-ə. 12, bu da 3, 15. 3-ü vururam 5-ə. 15, bu da 4, 19. İndi 4 ilə 5 üçün 20 olacaq. 20 bölünür həm 4-ə, 20 bölünür həm də 5-ə. 4-ü mən neçəyə vurub 20 yazmışam bura? 5-ə vurmuşam. 5-i də 4-ə vurmuşam. Bunları bura yazıram ki, biləsiniz ki, mən 20-ni hardan aldım? 4-ü 5-ə vurdum, 20 aldım. 5-i də 4-ə vurub 20 aldım. Amma bunları yazmamışdan əvvəl biz bilirik ki, vurma cədvəlindən 4 ilə 5 üçün 20-dir hər ikisinə bölünən. 10 götürə bilmərik. 5-in böyüyünün bölünənlərinə baxırıq. 5 olmaz, 4-ə bölünmür. 10 olmaz, 15 olmaz, 20 hər ikisinə bölünür. Əvvəlki videolarda tapmaq qaydasını demişəm sizə. İndi surətləri vururam. 5 dənə 10, 50, 5 dənə də 5, 25. Olacaq 75. 4-ü vururam 19-a. Deməli, olacaq 76. 75, 76. 75 olan tərəf kiçikdir. Bu misal 5 idi. İndi misal 6-nın izahına keçirəm. 6-nın izahında uşaqlar müqayisə eləyindi yenə də. Belə yazıb 2 tam 3-də 2, bu da düzgün olmayan kəsirdir ya, düzgün olmayan kəsir. Bundan bir tam ayıraq görək. Bəlkə buradan bir 2-dən böyük bir tam çıxacaq. Ona görə bunu olduğu kimi yazıram. 2 tam 3-də 2. Bunun tamını ayırıram. Məxrəc sözsüz ki 5-dir. 12-ni 5-ə bölürəm. 2 düşür. 12-nin içində 2 dənə 5 var. 2 də qalıq qalır. Yenə buradan görürsünüz ki uşaqlar, tamlar bərabərdir. Burada bir və də sözü yazım uşaqlar. Burada da və yazım. Tamlar bərabərdir hər ikisində. Bəs kəsirlərin hansı böyükdür? Görəsən hansı kəsir böyükdür? Mən bunu bu hissədə istəyirəm göstərim sizə. 3-də 2 böyükdür, yoxsa 5-də 2? Surətlər bərabərdirsə, bunu bir də belə eləyim. Surətlər bərabərdirsə, məxrəci kiçik olan böyükdür. Yəni 3-də 2 böyükdür. Bu kəsir böyük olacaq. Tamlar da bərabərdir. Üçüncü bir, bu məxrəci bərabərləşdirməyə ehtiyac qalmadı. Burada yenə də 21-də 6 düzgün olmayan kəsirdir. Bu da 3 tam 2-də 1. Hər ikisini mən biri verilib 6-da 21, düzgün olmayan kəsir. Bunu da düzgün olmayan kəsirə çevirirəm. 3-ü vururam 2-yə 6, o da 1, 7. 6 ilə 7 üçün ikisinə də bölünən ədəd, elə burada var 6. Elə 6-nı yazıram. 6-nı mən neçəyə vurdum? 1-ə 6 oldu. 2-ni neçəyə vurum? 6 yazın bura. 3-ə.
Bunu 1-ə vurdum uşaqlar. Bunu isə 3-ə vurdum. 6 elədim. Bu özü elə 6 idi, düşürdüm. Və buna yazaram, buna yazmaram. Siz irad tutarsınız deyə burada yazdım ki, bunu heç nəyə vurmamışım. Yəni özüdür, düşüb. 7-ni də 3-ə vursam 21. Bunu da 21-i də düşürürəm bura. Bu da 1-ə vurulur. 21 gəlir bura. 6-da 21, 6-da 21. Bu kəsirlər bərabərdir. Bu kəsirə baxıram. Əvvəlcə qoy buna baxaq, sonra ona. 4-də 4 tam 5-də 3, bu da 16-da 5. Hər ikisi məxrəclər bərabərdir. Biz burada nə etməliyik? Tamı məxrəclər bərabər olanda artıq düzgün olmayan kəsirə çevirmirik. Elə qarışıq kəsirə çeviririk. 4 tam 5-də 3, 16-nı 5-ə bölsəm, 3 tam 5-də 1. 5-də 1 olur. Bu 4 tamdır, bu 3 tamdır. Bu hissə böyük olacaq. Sol tərəf. 4 tam 5-də 3, 3 tamla. Çünki nəyə görə böyük götürdüm? Birbaşa. Həm məxrəclər bərabərdir, bərabərləşdirməyə ehtiyac yoxdur. Həm də sol tərəfin tam hissəsi böyükdür. 2-də 2 bərabərdir 18-də 9-a. 2 dənə xətt çəkmişəm burada. Ehtiyac varmı 2 dənə xəttdə? Elə 18-də 9, 18-i 9-a bölsək elə 2 düşər də bu da uşaqlar. 2 bərabərdir. Bu tərəfdə elə 2 olacaq. 2. Deməli, mən burada uşaqlar 2 dənə daha misalımız var. 2 tam 12-də 5, 21-də 10. Burada məxrəclər fərqli olduğundan, məxrəclər bərabər olanda düzgün olduğu kimi qalır, qarışıq kəsir qalır. Məxrəclər fərqli olanda düzgün olmayan kəsirə çevirirəm uşaqlar. Kəsirləri saxlayıram məxrəclərini. Kəsirin məxrəclərini saxlayıram. 24 bu da oldu 29. Bunu isə deməli ki, hazır verilib düzgün olmayan kəsir formasında burada bir və sözü də yazaq. Bəs 29, 21 fərqli ədədlərdir. Ortaq məxrəc neçə götürürük? 60. 10 12-yə bölünmür, 20 12-yə bölünmür, 30 12-yə bölünmür, 40. Hansı ki bunun bölünənləridir ya. 40 12-yə bölünmür, 50 də bölünmür, ancaq 60 bölünür. Digər misalda da belə bir izah elədim. 60-ı 12-yə bölsəm, yazıram bura qırmızına. 60-ı 12-yə bölürəm, 5 düşür. 60-ı 10-a bölürəm, 6 düşür. İndi 29-u 5-ə vururam. 20-ni vururam 5-ə. Bu neçə nömrə idi? Belə bir misal elə bil 45-in 5-incisində də rast gəldik. 20-ni vururam 5-ə. 100, 9-u da 5-ə, 145. 21-i 6-ya, 126. 145 sol tərəfdir. Yəni, bax, 2,12-də 5 kəsiridir. Gəlib 60-da 145-ə çevirdik. Böyükdür. Axırıncı buna baxıram. 7-də 24. Birinin məxrəci var, digəri tamdır. Tamla məxrəci kəsri, müqayisəsi bir bənd kimi kitabınızda yazılıb ki, özünüz kəşf eləyin ki, bunu necə müqayisə eləyə bilərsiniz? İndi mən burada sizə kömək eləyirəm ki, belə budur, kəşfi budur ki, birinci kəsiri olduğu kimi yazıram. Bəs məxrəci mütləq bərabərləşdirmək üçün ki, müqayisə eləyim də, burada 7 yazıram. Yəni, mən neçəni 7-yə bölməliyəm 3 düşsün? Bura neçə yazım ki, 7-yə böləndə 3 olsun? 21-dir. 21-i 7-yə bölsəm 3 olar. Onda, bax, bu 3 deməkdir. Bu da bizə verilən kəsir deməkdir. Məxrəclər də bərabərdirsə, bu 3-dən böyükdür. 7-də 24 kəsiri. Bu bizim misal 6 idi. 7-ciyə baxıram indi. 7 nömrəli misala dəftərdən qeyd eləyəcəyim bunu. 7-də uşaqlar, bu 7 misalımızın məncə səhifənin axırıncısıdır. 45-də olan axırıncı misaldır. Artan sıra ilə düzün. Yəni, kiçiki əvvəldən yazırıq. Bax, bu hissə üçün. 3-də 2, 6-da 1, 3-də 1. Hansı kiçikdir? Burada düzgün olmayan kəsir var. 3-də 5.
Bunlar isə düzgün kəsirdir. 1-ə yaxın olan kəsirlər böyükdür də. 3-də 2 surət məxrəcə yaxındırsa bu 1-ə bərabərdir. Həm də biraz da böyük sayılır bundan. Ən kiçigi budur. 6-da 1, 1-dən uzaqdır. 1-dən aralı, uzaq sayılan kəsir kiçik sayılır. Bu isə 1-ə yaxındır. 3-də 2 surətlə məxrəc bir-birinə yaxın olanda 1-ə yaxın kəsir sayılır. İkinci kəsirimiz olacaq 3-də 2. Bu isə düzgün olmayan kəsirdir, 1-dən böyükdür. Bu 1-dən çox kiçikdir, bu 1-ə yaxındır. 3-də 5 isə 1-dən böyükdür. 3-də 5 kəsiri. Burada da həmin qaydadan müqayisə eləyək. Tamlara baxırıq. Bunlar yəqin ki, tamı yoxdur. Bunun tamı var, bunun da yəni bu kiçikdir, bu biraz bir tamı var, böyükdür. Bu lap 2 tamı var, çox böyükdür. Deməli, kiçigi əvvəl yazıram. 3-də 4, sonra 1 tam 8-də 5, virgül 2 tam 8-də 3. Azalan sıra ilə yaz. Böyüyü əvvəldə yazmalıyam uşaqlar. Bax, burada 2 tam olan var. Böyük budur. Bunları bölsəm amma bunun tamı 1'dir. 9'u da 5'ə bölsəm 1 tam çıxacaq buradan da. Ona görə ən böyüyü budur. 2 tam 5'də 1. İndi baxaq görək. Bu 1 tam 3'də 2. Bu 1'ə yaxın kəsirdir. Tamı gizlətsək 3'də 2 yenə deyir ki 1'ə yaxın kəsirdir. 5'də 1, bu 5'də 9'da isə 5'də 4 qalır. Bu da yaxındır. Onda mən gərək kənarda onları müqayisə eləyəm ki, uşaqlar sizinlə. Deməli, bunu yazdım böyük, azaltmağa doğru gedirik. Bizim qaldı 2 dənə kəsirimiz. Hansı kəsir qaldı? 1 tam 3'də 2 və 9'da 5 kəsiri. İzahdır ya bu uşaqlar. Ona görə dəftərdə yazmıram. Bunu da tam çıxardıram buradan. 1 tam 3'də 2 və 1 tam, bunu böləndə tam alıram. 1 tam 5'də 4. Bu da görsən 1'ə yaxındır, bu da 1'ə yaxındır. İndi bu kəsir hissələrini deyirəm. Tamları hər ikisi bərabərdir. İndi görəsən 3'də 2 böyükdür, yoxsa 5'də 4. Bunlar üçün uşaqlar 15 götürürəm. 15, 15. 3'ü 5'ə vurdum, 5'i də 3'ə vurdum. 15 oldu. İndi surəti də 5'ə vururam. 10, bu da 3'ə vursam 12. Deməli, 5'də 12. 1 tam 5'də 4 və yaxud da 5'də 9 böyükdür. Böyükdür uşaqlar. Bu tərəf böyükdür, sağ tərəf. 5'də 9 böyükdür. Ona görə bura mən yazıram 5'də 9. Da burada bilmirəm nə cür başa düşdünüz. 5'də 9. Axırıncı isə 1 tam 3'də 1. 1 tam 3'də 2'dir, 1 yox. 2. Buna baxıram. 1 tam 10'da 7, 8. Bu 2 tam olacaq. Azalan sıra ilə yazırıqsa. 8'i bölsək 3'ə 2 tam olar. Burada isə 1 tamdır, bu da 1 tam olacaq. 2 tam, deməli 3'də 8 yazıram birinci. Ən böyüyü budur. Buradan 1 tam 7'də 2, burada isə 1 tam 7'də 3 olacaq böləndə. Onu bölürəm 7'yə 1, 7'də 2, bu da 7'də 3. Bu böyükdür. Bu hissəni başa düşdünüzmü? Mən bax burada izah edeyim. 7'də 10 bərabərdir 1 tam. Onun içində 7 bir dəfə. Qalıq isə 1 dəfə 7, 7. Üstünə neçə gəlməliyik? 3. Bu 1 tam 7'də 3 deməkdir. Bu isə 1 tam 7'də 2. Bu olacaq. 7'də 10 formasında yazıram mən bura. 7'də 10. Sonra 1 tam 7'də 2. Bu kəsirlər çox diqqət tələb eləyir. Amma çox variantları var hesablamaq üçün, eləmək üçün. Amma çoxlu qaydaları var. Asan qaydalardır. Çətin deyil. Bu qaydaları mənimsəmək üçün misallar eləməlisiniz. Həm dərsliyinizdə olan misalları, həm əlavə kitablardan uşaqlar. Yəqin ki, biliyinizi, savadınızı artırmaq, kəsirlər mövzusunu dəqiq bilmək istəyirsinizsə, harada kəsirlərə görə həm iş dəftərində, həm dərslikdə, həm Namazovun kitabları var, maraqlı.
misallarla dolu, testləri də var. Onlardan istifadə edə bilərsiniz ağıllı balalar. Sağ olun. Abunə olun, bəyənin.